Prezident İlham Əliyevin Özbəkistana səfərinin təfərrüatını Daşkənddə olan müxbirimiz Vüsal Mətləbdən biz öyrənməyə çalışacağıq. Vüsal, hər vaxtınız xeyir olsun, söz sizdədir. Eşidirik sizi, buyurun. Bəli, Özbəkistan paytaxtı sabaha hazırlaşır. Sabah Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının növbəti məşvərət şurası keçiriləcək. 7-ci məşvərət şurası çərçivəsində Mərkəzi Asiyanın 5 ölkəsi ilə bərabər Azərbaycan prezidenti də iştirak edəcək. Artıq xəbər verdiyimiz kimi Azərbaycan lideri bugün Özbəkistana işgüzar səfərə gəlib. Bu platforma Mərkəzi Asiya dövlət başçılarının məşvərət şurası 2017-ci ildən Özbəkistan prezidentinin təşəbbüsü ilə yaradılıb və faktiki olaraq son 3 ildə onun format dəyişikliyinə şahidlik edirik. Bu, Azərbaycanın iştirakı ilə baş verir. Azərbaycan prezidentinin xüsusi qonaq qismində bu məşvərət şurasına dəvət edilməsi 2023-cü ildə Düşənbədə, 2024-cü ildə isə Astanada keçirilən məşvərət şuralarında, məşvərət görüşlərində iştirakı ilə faktiki olaraq bu format dəyişikliyi baş verib və 5+1. Başqa sözlə altılığa çevrilib və bugün Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan prezidenti ilə müzakirələri labüd hesab edirlər. Bunun da təbii, obyektiv səbəbi var. Çünki Azərbaycan bu ölkələr üçün həyati əhəmiyyət kəsb edən qapı və Avropaya açılan infrastruktur layihələri təqdim edir, xüsusilə nəqliyyat dəhlizləri baxımından. Ümumiyyətlə, bu səfəri həm Özbəkistan-Azərbaycan əlaqələrinin nəzərdən keçirilməsi, həm də Mərkəzi Asiya-Azərbaycan əlaqələrinin hazırki vəziyyəti, perspektivlərini qiymətləndirmək baxımından əhəmiyyətli hesab etmək olar. Müzakirə istiqamətləri üzrə bir təsnifləşdirmə aparmalı olsaq, burada ən müxtəlif istiqamətləri fərqləndirmək olar, ancaq ələlxüsus iki istiqaməti xüsusi vurğu ilə qeyd etmək yerinə düşər. Bunlar enerji sahəsində əməkdaşlıq və nəqliyyat sahəsindəki əməkdaşlıqdır. Bildiyimiz kimi enerji sahəsində Orta Asiyanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə, eyni zamanda Bakı, Tbilisi, Ceyhan vasitəsilə Avropaya çatdırılması təcrübəsi artıq mövcuddur. Bunun genişləndirilməsi də nəzərdə tutulur. İndi bura daha bir istiqamət əlavə olunur. Bu bərpa olunan enerji sahəsidir. Məlum olduğu kimi 2024-cü ildə ölkəmizdə keçirilən COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında bununla bağlı sənəd də imzalanıb. Eyni zamanda nəqliyyat sahəsi ilə bağlı Bakı-Tbilisi Qars, Azərbaycanda artıq 9 beynəlxalq hava limanı, eyni zamanda digər nəqliyyat qovşaqları, nəqliyyat dəhlizləri və avtomobil yolları, müasirləşdirilən avtomobil yolları və digərləri Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar vəd edir. İndi bura daha bir arteriya əlavə olunur, nəqliyyat arteriyası Zəngəzur dəhlizi və bu da yeni imkanlar təqdim edir. Və təsadüfi deyil ki, tranzit daşımalarında əhəmiyyətli artım artıq diqqət çəkməkdədir. Rəqəmlərə baxsaq, orta dəhliz üzrə 2023-cü ildə əgər 2,7 milyon ton yük daşınmışdırsa, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatdı və bu faktiki olaraq 67% artım deməkdir. Növbəti illərdə vəziyyət necə olacaq? Əlbəttə artım gözlənilir, çünki bildiyimiz kimi həm Çin, Uzaq Şərq, həm Avropa alternativ dəhlizlərin inkişaf etdirilməsində maraqlıdır. Yük daşımaları artmaqdadır və alternativlər arasında Azərbaycanın təklif etdiyi, eyni zamanda Mərkəzi Asiyadan keçən orta dəhliz Transxəzər layihəsi ən yaxşı, ən etibarlı, ən qısa və ən sərfəli marşrut kimi diqqət çəkir. Odur ki, hazırki artım dinamikasının növbəti illərdə də davam edəcəyi və daha geniş miqyasda davam edəcəyi gözlənilir. Bu və digər məsələlərin məhz Mərkəzi Asiya dövlət başçılarının məşvərət şurasında diqqət mərkəzində olacağı aydındır. Təbii ki, Mərkəzi Asiyanın öz daxilində inteqrasiya məsələləri, bildiyimiz kimi Mərkəzi Asiya daxilində iqtisadi əməkdaşlıq ticarət dövriyyəsində artım var, ancaq bu ölkələr daxilindəki ticarət dövriyyəsi onların xarici ticarət tərəfdaşları ilə ticarət dövriyyəsindən daha aşağıdır. Rusiya, Çin əsas ticarət tərəfdaşları kimi çıxış edir Mərkəzi Asiya ölkələri üçün həm idxalda, həm ixracda və odur ki, indi daxili ticarət dövriyyəsinin, daxili inteqrasiyanın möhkəmlənməsi, zənginləşdirilməsi ilə bağlı müzakirələr də labüd hesab olunur. Eyni zamanda Azərbaycanla əlaqələrin yeni fazada inkişaf etdirilməsi və yeni perspektivlərin, yeni çağırışlara uyğun olaraq inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Hələlik isə bu axşamlıq bizim Daşkənddən çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Təşəkkür edirik. Çox sağ olun. Vüsal Mətləbə minnətdarlığımızı bildiririk.